Salam, əziz soydaşlar. Yenə Allahın yaratdığı fürsətlə sizin hüzurunuzdayam, sizin sərəncamınızdayam. Kifayət qədər ciddi proseslər baş verir. Ona görə yox ki, o proseslər İranda baş verir və bizə də müəyyən təsiri var, müəyyən dəxaləti var. İranda nə baş verirsə bizə dəxaləti olub və bundan sonra da olacaq. Elə bizi indi İranın ən çox dad elədiyi, tutaq ki, də ömrü boyu dad elədiyi elə İsrail məsələsini də hansı başına çevirsən İranla əlaqəlidir. Amma yeni ox, yeni istiqamət bu Ermənistanda bugün baş verən proseslərdir. Çox böyük kompleks proseslər başlayıb Ermənistanda və nəinki bir ucu İrana çatır, hətta mən sizə deyərdim ki, ümumiyyətlə bəlkə də bax bugünə baş verənlərin, Paşinyanın gördüyü işlərin əsas mahiyyəti İranla əlaqəlidir. Kaçaryan İranla münasibətlərin ən qızğın tərəfdarı olan adamdır. Biraz ondan qabaq Çarukyan həbs olunmuşdu. Orada elə İranla iş əlaqələri əsas motivasiya idi. Kaçaryanın da indi özü də həbs altındadır. Eləcə də oğlu özdə ağla gəlməz, heç vaxt siyasətə qoşulmayan, heç bir prosesdə işləyəməyən, atasının hesabına bircə Toyota firmasını əldə eləmişdi. Pul qazanmaqla məşğuldur. Hətta ailə işlərinə də yeri gəlsə qarışmırdı. Belə oğlunu da həbs elədi. Yəqin ki, deputat Levon Kaçaryanı da oğlunu da həbs eləyəcəklər. Müəyyən qədər prosedurlar keçməlidir. Amma Kaçaryanın həbsindən əvvəl Paşinyan Ermənistanın Xariclər Nazirliyinə yeni müavin təyin elədi. Bu Anit Avanesyan idi. 35 yaşlı xanımdır. Özdə demək olar ki, küçədən götürdü, gətirdi də onu. Yəni, baxmayaraq Heidelberg, Cambridge'i qurtarmışdı, amma Ermənistanda ona iş verilmirdi. Çünki İsrail üzrə mütəxəssis idi. İndi birdən-birə Paşinyanın ehtiyacı yarandı və götürdü. Taksi dispetçerliyindən götürdü, gətirdi, qoydu İranın Xariclər Nazirinə müavin. Çünki İran İsraili vura bilmir. İstənilən müsəlman ölkəsini vurur, bəhanə eləyir, sizdə ABŞ-ın hərbi bazası var. ABŞ-ın hərbi bazası İsrail. İsraildə ABŞ-ın hərbi bazası var. Həm də ümumiyyətlə İsrail özü ABŞ-ın hərbi bazasıdır. İranın da ritorik İsraillə bağlı dedikləri bəllidir. Bəlli olur ki, məcaziymiş. Yəni, hamını vurur. Ərbili, yazıq, fağır, heç bir rolu, günahı olmayan Ərbili, Süleymaniyəni vurur. Amma İsrailə bir dənəsin güllə ata bilmir. İsrail hər gün Livanı vurur. Hər gün. İran ona heç söz deyə bilmir. Bu Ermənistan üçün siqnal oldu. Bu Ermənistan üçün oldu siqnal və Ermənistan başa düşür ki, İran Rusiyanı saya salmır. Rusiyanı saya salmadığına görə indi heç Paşinyan da KTMT-dən çıxmaq məsələsinə tam laqeyddir. Çıxardırsınız, çıxardın. Yəni, özünün təhlükəsizliyində KTMT-yə rol görmür. Fikirləşmir ki, KTMT-dən çıxsam birdən mənə hücum eləyə bilər. İran əgər Ermənistana hücum eləyə bilərsə, Ermənistan, Paşinyan indidən özünün müdafiəsini İsraillə birlikdə qurur. Çox qısa müddətdə o xanım, demək, Türkiyə, İran, Suriya, Livandakı erməniləri İsrailin başına yığa biləcək. İsrail üçün lazım olan hərbi gücdən sonraki gücə bənzər, başqa sözlə İranın bir neçə proksisi var. O proksiyə bənzər proksi düzəldə biləcək. Yəni, Paşinyanın o xanım vəzifəyə gətirməsində əsas məqsədi bundan ibarətdir. Eləcə də Paşinyan həmişə İsrailə çox mühüm əhəmiyyət verir. Paşinyan İrana dəvət olundu.
Tehranda, İsfahanda oldu. Oradan qayıdan kimi İsrail'e qışqırdı ki, İran nağaradır. İranın içi boşdur. İran ancaq söz gürüldadır. Heç bir gücü zadı yoxdur. Dur, ay İsrail arxamda. Yəni Paşinyanın arxasında dur. İsraili dağıdaq. İsrail sadəcə qəbulləmədi. İndi həmin arzusunu daha reallaşdırır. O cümlədən balaca da olsa bu da bir iştirikdir ki, Samvel Karapetyanın güclü Ermənistan fraksiyasına Paşinyan hər cür nöqsan deyib. Amma Samvel Karapetyanın o güclü Ermənistan fraksiyasının da hərbi konsepsiyasının müəllifi İsrailin istifada olan generalı idi. Bir kəlmə onun adını tutmadı ki, yəni sənin qurduğun təhlükəsizlik, Rusiyanın dediyi, ABŞ-ın dediyi, nə bilim nə filan buna yatdı. Bax, Kasaryanın həbsi. O da elə həmin belə deyək ki, yəni İrana bağlı idi. Yəni Paşinyan bir sıra parametrləri birləşdirib bir-birinə və yaxud Paşinyan boynuna aldığı, etiraf elədi ki, Trip koridoru keçmiş Sovet dəmir yolu xətti ilə gedəcək. Bu bir mənalıdır. Bu artıq təsdiqlənib. Bugün sabah bir ay, paraya çəkiliş başlayanda da o yolla gedəcək. Amma indi bugün yayılan məlumata görə Ermənistanın sərhədçiləri də, Ermənistanın gömrük xidmətçiləri də ABŞ-da təlim keçiblər. Başqa sözlə, o dəmir yolu boyunca dayanan erməni sərhədçiləri Amerika brendli, Amerika markalı sərhədçilər olacaq və Amerikadan idarə olunacaq. Məlumatı da Amerikaya verəcəklər, təlimatı da Amerikadan alacaqlar. Amma İran elə yenə Ermənistanın əlaqədən əl çəkmir. Yəni İsrailə atəş aça bilməməsi, İranın İsrailə, bütün müsəlman dövlətlərinə atəş açır, bir dənə İsrailə atəş aça bilmir. Bu Ermənistan üçün bir nömrəli faktordur. Ermənistan başa düşür ki, İranda hədsiz bir anti-Azərbaycançılıq var. Anti-Azərbaycançılıq İranı çöktürüb. Ermənistan bunu da nəzərə alır. Vaxtilə Ağdamda, Şiə məscidində donu saxlayan ermənilər Ağdamda evləri sökməyə gələn erməniləri o donuza yem gətirib, donuzları yemləməyə məcbur eləyiblər. Yəni erməni özünü İrandan bu qədər üstün bilir. İndi İran cəmdəyini arxayındır, mən bu qoy 90 milyon amda nə olsun? Bu erməni üçün keçmir. Çox vacib faktorlardan biri hazırda İranın Ermənistana yenidən yalvarmağa başlamasıdır. İran Ermənistandan kommunikasiya çəkmək istəyirdi, Rusiyanın içinə girməyə, Gürcistana girməyə, Gürcistanda yeri gəlsə Azərbaycanlıları ələ almağa. Amma sonra dayandı. Səbəb kimdə? Götürmüşdü güya İran, Ermənistan, Gürcistan, Qaradəniz, Bolqarıstan. Və Sepak kanalları aşkar şəkildə yazdılar ki, biz Türkiyə və Azərbaycanın ərazisində olan yollardan istifadə edə bilmərik. Bu fikir bir neçə dəfə təkrar olunub. Tək Sepahın telegram kanallarında yox, İranın çox ciddi rəsmi kanallarında. Amma qayıtdı Sürəyya Çeşmə dəmir yoluna. Çünki bu məntiqsizlikdir. Əgər İran, Ermənistan, Gürcistan, Qaradəniz, sonra Bolqaristana çıxırsa və burada artıq modal daşıma olmur, multimodal daşımaya keçir. Eşidirsinizmi? Amma Türkiyənin bir sərhədi İrandır, o bir sərhədi Bolqaristan. İranlı minsin öz qatarına, keçsin Türkiyənin ərazisinə, geçsin, girsin Bolqaristanın içinə. Modal daşıma. Yük daşıyır, sərnişin daşıyır. Yəni bu ağılsızlığı, bu məntiqsizliyi dünya izah eləmək mümkün deyil ki, hələ bu yandan da İranın Xariclər Naziri deyir, dünya dövlətləri gərək Amerikanın İranla əlaqəli sanksiyalarına qulaq asmıyorlar. Nə ağılla sən bunu deyirsən? Trump demək, prezident axtarışına başladı, Qalibaf aktiv idi və yenə də daha da aktivləşdi. İran Xariclər Nazirinin müavini Səid Xətibzadəni də aktivləşdirdi və dərhal Şirqulami
İran Ermənistandakı səfiri də aktivləşdi. Yenə köhnə kommunikasiya, enerji, qaz layihəsinin belə deyək də, yəni sığılmış qaz verərik. Qaz kəməri çəkə bilmir. Çünki mən sizə deyim, yəni Ermənistanda da İranla münasibətdə hələ sabitləşmiş bir fikir, mövqe yoxdur. Ötən həftə ərzində Avropanın, ümumiyyətlə Qərbin 5 nüfuzlu mətbu orqanı demək Ermənistan-İran qonşuluğu barədə, Ermənistanın enerji təchizatı ilə bağlı yazılar, əsas üstünlüyü İrana vermişlər, problemləri də sadalayırdılar. Yəni, sübut elədilər ki, İran-Ermənistan qaz kəmərinin də sahibi Rusiyadır. Eləcə də Ermənistanın daxilində qaz şəbəkəsində sahibi Rusiyadır və İran ona görə qaz verə bilməyəcək. İndi İran modeli dəyişir, deyir, sıxılmış qaz verəcəm. İran bir şeyi bilsin, istər sıxılmış qaz versin, istər təbii qaz versin. O Ermənistan istiqamətində nə preferensiya eləyəcəksə, sabah Pakistanın yaxasından yapışacaq. Çünki İranın ən böyük məqsədi qazını Hindistana çıxarmaqdır. Hindistanla qardaşdır. O da Pakistanın ərazisindən gedir. Pakistan da deyəcək, mənə sıxılmış qaz ver. Ucuz ver, qaz ver. Eləcə də Türkiyə. İranın bu günə qədər ən böyük dayağı sanksiyalardan İranı qoruyan, xilas edən İranın Türkiyəyə qaz və neft satmasıdır. Neft kəmərdə var, qaz kəmərdə var. Türkiyə, yəni İran aparacaq Ermənistana, Rusiya indi 177 dollara satır. İran 175 dollara qaz verəcək. Türkiyə deyəcək, gətir mənə 800 dollara qaz ver. Dünya bazarında qazın qiyməti 800 dollar. Pakistan da yenə deyirəm, beləcə. Yəni, bu onu sübut edir ki, İranın zərrə qədər ağlı yoxdur. Dünyanın heç bir dövlətində bu qədər savadsız adam hakimiyyətə yığışmayıb. Məntiqsiz adam hakimiyyətə yığışmayıb. Və hətta bunların nadanlığı, savadsızlığı ucbatından bunlar Allahı da qəbulləmirlər. Yəni, hətta Allahı tanımağa qədər bunlar, yəni savadları o qədər aşağı səviyyədədir. Əlbəttə, başları indi qarışıb hakimiyyət uğrunda mübarizəyə. Yəni, siz fikir vermişsinizsə, Pakistanın silahlı qüvvələrin baş qərargah rəisi Field Marshal gəldi. İranda çox populyar adamdır. İndi jurnalistlər o həmsöhbətinin diqqətini cəlb eləməkdən ötürü, ondan xoş rəftar eləmək, çox söz almaqdan ötürü bir-iki hərbisiyə, keçmiş hərbisiyə filan Field Marshal deyirlər. Pakistanın o Asim Munirə görə. Asim Munir gəldi. Onun Pezeşkanla görüşü İran mətbuatında işıqlandırılmadı. Eşidirsinizmi? Amma Qalibafla görüşü xeyli geniş işıqlandırıldı. Qalibaf bəllidir ki, ikinci şəxsdir. Bəs Munir birinci şəxs qismində kiminlə görüşüb? Demək, aha, İranın ali rəhbəri artıq xaricdən gələnləri qəbul edir. Demək, xaricdən İrana gələnlərə diqqət vermək lazımdır. Onların marşrutu ilə, o küçə kameraların filan feşmən, İsrail hamısını izləyə bilir. İzləməklə ali rəhbərin yeri müəyyən eləmək. Maşallah, fikir verirsiniz ağla. Ağıllar, yəni o hilədə, biclikdə, kələkdə ağılları nə qədər işləyir? Yəni, ali rəhbəri tapıb, onun yeri müəyyənliyib vursunlar. Ona görə Pezeşkanı həm Azərbaycanlı olduğuna görə sıradan çıxardılar. Təbii ki, İranda elə lap tutaq ki, Kazım Qəribabadinin Hörmüz boğazı ilə bağlı bugün axşam gecə yaydığı tutaq ki, indi də Yəmən məsələsini aktuallaşdırır. Kazım Qəribabadi ilə Əraqsının Əmmanla keçirilən görüşdə Hörmüz kanalının müzakirəsi barədə mövqelər az qala polyar fərqlənir. Hətta az qala ot biçir Kazım Qəribabadi. Xeyri ola. Ölkənin xariclər naziri sənsən, yoxsa Əraqçıdır. Yaxşı, tutaq ki, sənsən, Kazım Qəribabadi. Niyə sən Livanda Hizbullaha İsrailin bombalamağının adını tuta bilmirsən? Bax, niyə? İndi də sən
Husilər məsələsini gətirmirsən gündəliyə. Güya Hörmüz boğazını o şərtlə açacağıq ki, Amerika Husiləri qəbul etsin. Suriyanı bombalayırsınız. Hansı ərazini bombalayırsınız? Vaxtilə ora İranın özünün bazası olmuşdu. Suriyanı iki dövlət bombalayır. Biri İran'dır, biri İsrail. Bəlkə qardaş olasınız. İraqda Həşd şəbini Bağdada verdiniz, rəsmən tabi elədiniz. İrana tabi idi, Kaniyə, o güc qüvvələrinə tabi idi. Yəni Amerika ilə istədi. Qalibaf getdi, orada İraqda Həşd şəbini tabi elədi Bağdada. Xeyirduanı Qalibaf verdi. Qayıtdı gəldi. Livanda da səsinizi çıxarda bilmirsiniz Hizbullaha. İndi də Husi məsələsini atmışsa ortalığa. Yəni heç olmasa özün söhbət Kazım Qəribabaddan getmir. Görünür Kazım Qəribabad da qoşulub Qalibafın qrupuna. Əlbəttə o qrup var, yox, dəxli yoxdur. İranı dərk eləmək üçün vacib proses belə deyək də o xaotik gedişatı 3-4 prizmadan, 3-4 bucaqdan izləməyi bacarmaqdır. Kimdə o qabiliyyət varsa, kimdə o bacarıq varsa bunu biləcək. Yoxdursa bir dənə Qalibafı danışmaqla yox, nə olsun? Pezeşkiyan da indi deyə bilərik ki, Seyid Həsən Xomeyni ilə yaxınlaşdı. Seyyidullah Musavi Xomeyninin dəfn günündə getdi, onun məzarını ziyarət elədi. Bəlkə də elə sözcü bu dəvdir İranda, amma bəlkə elə Seyid Həsən Xomeyni ilə dostlaşmaq üçün getmişdi. Niyə Qalibafın Asim Munirlə görüşü İranın Sepahın Telegram kanalında 3 dəfə yayılır? Amma Pezeşkiyan bircə Sepahın öz informasiya deyildi. Reuters'in yaydığı məlumatdan ya bir qismi götürüb vermişdi. Orada Pezeşkiyanın adını çıxartmamışdı. Orada bir dənə Asim Munir ilə Pezeşkiyanın görüşü vardı. Amma niyə Qalibafın tutaq ki, Seyyidullah Xomeyninin qəbrinin ziyarətinə, məqbərəsinin ziyarətinə getməyən yazmamışdı? Yəni bu sərf eləyirdi. Qalibafın Asim Munirlə, yəni Amerikanın əlaqəsi barədə ən qədər məlumat yaya bilirlər. Amma Qalibafın İraqda Həşd şəbini Amerikaya təhvil verməsinə niyə yazmırlar ki? Yəni bu özü hakimiyyət uğrunda gedən mübarizədir. Və təbii ki, əsas burada da parametr mən elə başa düşürəm, Azərbaycan amili ilə bağlıdır. Çünki son günlərdə bu amili kifayət qədər güclü şəkildə gündəliyə gətiriblər. Belə başa düşürəm, həm Kürd məsələsi, həm deyək ki, Azərbaycan məsələsi fonunda İranın daxilində etniki çaxnaşma yaratmaq, Bəsicin rəhbəri də artıq bundan danışır, Sepahın vacib sözçüləri də bu məsələdən danışır, Pezeşkiyan da bu məsələdən danışır. Bu reallıqdır. Yəni, əhali sosial-iqtisadi problemlərinin həllini axtarır. İranda benzin böyük qıtlığa çevrilib. Talonla verilən benzinin miqdarı günü-günən azalır. Qalan benzin isə sərbəst qiymətə. Qiyməti az qala Amerikanın qiymətinə yaxınlaşır. Eşidirsinizmi? Belə vəziyyətdə əhali narahat. Un və çörəyin qiyməti 2 dəfə bahalaşıb. Ona görə əhali narazı olmalıdır. Amma İran nə edir? İran raket, silah bütün dünyanı doldura bilər. Raket, silah istehsal edən, PUA istehsal edən İran taxıl istehsal edə bilmir. 4 iqlim ölkəsidir. Dünyada çox nadir. Yəni bizim Avrasiya məkanında yalnız İran 4 iqlim ölkəsidir də. Bir tərəfdə payızdır, bir tərəfdə qışdır, bir tərəfdə yazdır, bir tərəfdə yay. Hər yerdə burada taxıl qutardı, orada əkə bilər, orada. Yox. Kanadaya qədər möhtacdır taxıla. Sözü Rusiyadan daha çox taxıl alır. İndi daşımaq mümkün deyil. Amerika çalışır ki, İrana taxıl versin. Ona görə də sanksiyanı qoyub, İran ağ bayraq qaldırıb taxıl alana qədər yəqin ki, davam eləyəcək. Əhali buna görə narazıdır.
Taxıl tapa bilmir, çörək tapa bilmir. Bunlar saatın qoyurlar ki, Amerika ona görə iqtisadi sanksiya tətbiq edir ki, əhali narazı qalsın və narazı qalan əhali hökumətə qarşı qalxsın. İranda isə deyirlər ki, Kürdlər üsyana qalxır. İranda deyirlər, Azərbaycanlılar hökuməti qəbulləmir. İranda deyirlər ki, Kürdlərlə Azərbaycanlılar birləşib hökuməti devirəcəklər. Azərbaycanlılar heç kəsin üstünə qalxmayacaq. Azərbaycanlı dövlətin sahibidir. Ən vacib məsələ Azərbaycanlıların o indi İran adlanan dövlətin sahibliyini rəsmiləşdirməkdir. Azərbaycan mərkəzçilik. Bu da inşallah Pezeşkən və İlham Əliyevin sayəsində mümkün olacaq. Siz Rusiyada qoşun təxminən bu sıraya. Rusiyada görürsünüz ermənilərin qabağında necə əyilirsiniz. Eşidirsinizmi? Oşakan hadisəsin qeyd elədi ermənilərlə Ruslar Yerevanda. Yəni 1827-ci ilin avqustunda Rus qoşunlarının, Çar Rusiyası qoşunlarının Persiya, adı Persiyadır. İran deyil. Persiya qoşunlarına qalib gəlməsinin il dönümünü qeyd elədilər. İran nə qayırdı? İran saxta bir video çəkib, güya Sovet ordusu 41-ci ildə İrana girəndə, Naxçıvan tərəfdən girəndə 3 İran əskəri Sovet generalın diz çöktürüb. Bunu Rusiya başa düşmür. Ola bilər Rusiyanın İrandakı səfirliyi erməniyə işləsin, erməni olsunlar, görməsinlər. Amma ən azı biz ki varıq. Eşidirsinizmi? Rusiya bilirsiniz neyəyə bilər? Rusiya bir dənə İranda mövqeyin, bugünkü mövqeyin dəyişməklə Amerikadan Ukrayna mövzusunda nə qədər dəyişiklik əldə edə bilər. Gəlmişdi dünənləri Amerikanın mərkəzi kəşfiyyat idarəsinin rəisi gəlmişdi. Rusiya sizə bir dənə şey ürgətdi. Amerikanın yaxın şərqdəki şəxsən mərkəzi kəşfiyyatı bütün avadanlıqları məhv elədi. Əksər. İndi Rusiya geri sayım eləyə bilər. Eşidirsinizmi? Yəni, deməkdə məqsədim odur ki, Allaha qayıdın. Anti-Azərbaycançılıqdan əl çəkin. Çöktürüb sizi anti-Azərbaycançılıq. İndi də siz anti-Azərbaycansınız. Və mən tövsiyə eləyərdim. Təklifdir verirəm. Dəfələrlə təklif vermişəm, qulaq asmamışsınız. Özümü ölmürəm. Elə ona görə də bu günə düşmüşsünüz. Lap birinci təklifimi yada salın. Dedim, qoyun Trump'ın qabağına kağız qələmi, denən müqaviləni yaz ver, altından qol çəkək. Eləmədiz indi, axırı Trump elətdirəcək onu. Elə başa düşürəm, indiki xaosda ali rəhbər aktivləşməlidir. Bu proseslərin İranda hakimiyyəti müəyyən eləyən ali rəhbərdir. Pezeşkanı ortalığa atırlar. Hamı o cürə qəbul edə bilər. Pezeşkan Azərbaycanlıdır, bu separatçılıqla məşğuldur. Yox, hədəf ali rəhbərdir. Ali rəhbər bunu görməlidir. Ona görə separatçılığı yığışdırmaq istiqamətində bütün addımlar atmalıdır. Ali rəhbər Sepaha İsraildən başqa bir dənə olsun əraziyə güllə atmağı, raket atmağı qadağan eləməlidir. Sepahın gücü varsa İsrailə atsın. Ərbilə atmasın, Süleymaniyə atmasın, İsrailə atsın. Geç-tez İsrail atacaq. Eləyindən yavaş-yavaş atsın, yavaş-yavaş İsraili izləyir. Misal üçün deyirəm də. Mən İsraillə nə deyirəm? Bizim İsraillə münasibətlərimiz var və məncə Allah qoysa inkişaf da eləyəcək. İsraillə Türkiyənin də münasibətləri normallaşacaq. Mən bilirəm nə deyirəm, biraz uzun çəkə bilər. Ona görə ali rəhbər indiki dövrdə Sepaha ancaq İsrailə atəş açmağa əmr eləməlidir. Başqa bütün yerlərə atəşin qadağan eləməlidir. Və ən nəhayət Trump artıq ağ bayraq sözü işlədib. Bundan o nə yeri yoxdur. Siz fikir vermişsiniz, İranda yerindən duran Amerikadan danışır. Çok iri-iri, yeki-yeki sözlər deyirlər. Əraksi
belə el dilində bir söz var, cayıb, ağlını itirib, vəziyyətə nəzarət eləyə bilmir. Mən demirəm əraksını çıxarsın, mən elə fikir deyə bilmərəm. Əraksını çıxardıb Cavad Zərifi qaytaracaqsa, Cavad Zərifin gərək Trumpın zəhləsi gedən komanda ilə necə işlədiyindən danışsın, Bidenin dövründən danışsın. İşləyirsinizmi? Ona görə mən elə başa düşürəm, İranın ali rəhbəri ABŞ-la danışıqların tərkibi barədə əmr verməlidir. O danışıq komandasından başqa heç kəs prosesdə iştirak etməməlidir. Prezidenti seçər, Qalibafı seçər. Bu ali rəhbərin öz işidir. Amma əhali tərəfi seçilən pezeşkan olduğuna görə ABŞ-ın gələcəkdə danışıq tərkibi ilə bağlı yaratdığı mübahisəni asanlıqla aradan qaldırmaq olur. Bir dənə bu amil. İşləyirsin. Başqa variantda, əzizlər, İran çox böyük sürətlə, bax bu ağılla, bu qədər Allahdan uzaq dayanmaqla, bu qədər anti-Azərbaycançılıq, anti-Türkiyəçiliklə, anti-müsəlman, anti-ərəbçiliklə sürətlə dərənin dibinə gedir. İnşallah, əziz soydaşlar, yenə Allahın verdiyi fürsətlə gələn həftə sizin sərəncamınız deyəm, sizin üzrünüz deyəm, baş verən, gedən proseslərdən danışacağam. İndi də inanın mənə, xüsusən o İran-Ermənistan prosesində baş verənlər bu yeni səhifədə, yəni Qalibaf, Xətibzadə, Şirqulami o xət aktivləşdi. Bunlar Qalibaf kodu, Qalibafın komandasıdır. O yandan da Kazım Qəribabadinin yəni bilərəkdən ki, danışığın Əmmanın Xariclər Naziri ilə İranın Xariclər Naziri nə danışıb, onu bilə-bilə bu cür deyək ki, tərsinə əsəbi, hirsli yozun verməsi kifayət qədər İranın dərin uçuruma getdiyini göstərir. Amma mən elə başa düşürəm, inşallah ali rəhbər indiki o uçuruma yuvarlanmanı dayandıra bilər. Sağ olun, var olun, gələn həftə sizinlə görüşmək ümidi ilə.